Salam, hər vaxtınız xeyir olsun. Ekspert rəyi ilə xidmətinizdəyik. Bugün biz sosial iş haqqında danışacağıq. Sosial işin görünən və görünməyən tərəfləri. Sosial iş sadəcə yardım etmək deyil, insanların həyatını dəyişən peşəkar müdaxilədir. Bu sahədə çalışan insanlar məhz ən həssas kateqoriyaya aid olan insanlarla işləyirlər və bəzən onların həyatlarına ümid, yeni imkanlar və dəstək gətirirlər. Bu vacib peşə haqqında, bu peşənin xüsusiyyətləri haqqında və bu sahədə peşəkarların hazırlanması haqqında bugün biz müzakirə aparacağıq və bugünkü qonaqlarımızı təqdim etmək istəyirəm. Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının müəllimi Aygün Bağırzadə. Aygün xanım, salamlayırıq sizi, xoş gəlmişsiniz. Və Sosial Xidmətlər Agentliyinin Departament Müdürünün müavini Əhməd Mansurov. Əhməd müəllim, salamlayırıq sizi də, xoş gəlmişsiniz. Və İstərdim elə birinci sualı sizə ünvanlayayım, Aygün xanım. Sosial iş ixtisası digər humanitar ixtisaslardan nə ilə fərqlənir? Əsas xüsusiyyəti nədir? Sosial iş ixtisasının digər humanitar fənlərdən, ixtisaslardan əsas fərqi bundan ibarətdir ki, sadəcə insanı öyrənmir. Bu, eyni zamanda insanın konkret probleminin həllinə dair praktik mexanizmlər hazırlayır, yaradır və köməklik göstərir. Məsələn, psixologiya əgər insanın daxili dünyasını öyrənirsə, sosiologiya cəmiyyətin strukturunu öyrənir, pedaqogika təlim-tərbiyə proseslərini araşdırırsa, artıq sosial iş bütün bu biliklərin hamısını real vəziyyətdə, real həyatla şəraitində deməli, araşdırır, tədqiq edir və insanlara bu mexanizmlərin öyrənməsində köməklik göstərir. Beynəlxalq Sosial İşçilər Federasiyası sosial işi həm praktik peşə adlandırır tərifində, həm də akademik fən kimi göstərir. Qeyd edirlər ki, sosial iş mərkəzində sosial ədalət, humanizm, daha sonra kollektiv məsuliyyət və müxtəliflik hörmət dayanır. Bu o demək deyil ki, sosial iş sadəcə kömək etmək istəyidir. Bu o deməkdir ki, burada etik davranış, etik məsuliyyət, peşəkar bilik, sosial xidmət sahəsinin bacarıqlarını da öyrənmək vacibdir. Aygün xanım, bax, gəlin bizim tamaşaçılarımıza daha aydın olsun deyə misalla göstərək. Bax, bu sahədə təhsil alan tələbələr, sizin ali məktəbdə təhsil alan tələbələr əsasən nəyi öyrənirlər? Hansı bacarıqlara yiyələnməlidirlər? Sosial iş ixtisasında da təhsil alan tələbələrin öyrəndiyi ilk məsələ insanlarla düzgün işləməkdir. Bu o demək deyil ki, sadəcə ünsiyyət bacarığı, xeyr, dinləmə mədəniyyəti, empatiya, məxfilik, problemin düzgün qiymətləndirilməsi, sosial risklərin müəyyənləşdirilməsi və onları uyğun formada yönləndirmə aiddir buralar. Bu istiqamətdə bu bacarıqlarla yanaşı, əlbəttə ki, tələbələr sosial siyasət, sosial tədqiqat metodlarını öyrənirlər, sosial psixologiyanı öyrənirlər, liderlik bacarıqları, komanda ilə işləmək kimi bacarıqlara yiyələnirlər. Ümumiyyətlə götürsək, fikrimi belə yekunlaşdıraram ki, sosial işçi İnsanla dövlət, cəmiyyətlə ailə, problem və həll arasında bir körpü rolunu oynayır. Gözəl izahdır, təşəkkür edirəm. Və Əhməd müəllim, istərdim sizdən də soruşum ki, bu işin əsas xüsusiyyətləri nədir və ümumiyyətlə sosial iş dedikdə nə başa düşülür? Çünki Sosial Xidmətlər Agentliyi bu istiqamətdə əhaliyə xidmət göstərən bir qurumdur. Buyurun, dinləyirik sizi. Düz buyurdunuz. Biz sosial iş nədir sualına cavablandırarkən buna fərqli kontekstlərdə baxa bilərik. Hüquqi baxımdan, nəzəri baxımdan və təcrübə baxımından. Təcrübə baxımdan onu deyə bilərik ki, sosial iş elə tarixən insanların xeyriyyətçilik, dəstək olmaq, filantropiya istəklərindən irəli gəlibdir. Bir insan, bir cəmiyyətin bir üzvüdürsə və orada öz sosial məsuliyyətini dərk eləyirsə, belə lap belə qeyri-peşəkar formada bunu dərk eləyirsə, o istər-istəməz insanlara öz mənəvi görüşlərindən, mənəvi dünyasından dəstək olmaq istəyini büruzə verəcək. Və insanlar bu şəkildə, qeyri-peşəkar şəkildə sosial işi formalaşdırmağa başladılar. Bunun nəzəri əsası yox idi. Yəni, bu peşə yaranarkən nəzəri əsasları olmadan yaranıb. Burada həm dinin təsirləri var, dünyada müharibələrin təsirləri oldu ki, bu peşəyə ehtiyac yarandı. Kimsəsiz insanlar, məcburi köçkünlər, çətin həyat şəraitində olan şəxslər, yəni bu artıq insanların bir
icmanın, bir cəmiyyətin üzvü olmaq istəyi ilə bağlı idi. Daha sonra müasir dövrdə artıq 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində sosiologiya və psixologiya elminin inkişafının nəticəsində artıq sosial işdə icma, fərdlər, ailələrlə iş formalaşmağa başladı. Və bir baxaq hüquq sisteminə də, hüquq prinsipləri artıq cəmiyyətdə beynəlxalq hüquq dövlətlər qurulandan sonra, ümumdünya beynəlxalq bəyannnaməsi qəbul olunandan sonra, BMT yaradılandan sonra artıq insan hüquq və azadlıqları bir normaya çevrildi. Yəni hüquqi nəzəriyyədə budur ki, insanların arzuları, istəkləri, habelə davranışları normallaşır. Bu insanların tələbatlarından irəli gəlir. Və bu normalarında bir prinsipi mexanizm olmalıdır. Yəni belə, qısası belə deyək. İnsanların ürəyindən yaxşılıq etmək istəyi, dəstək olmaq istəyi, daha sonra nəzəriyyənin, elmin inkişafı və daha sonra da hüquqi dövlətin yaranması bunu bir mexanizma saldı. Başqa sözlə desək, bu belə deyək, hüquqi baxımdan, institusional baxımından bu yeni müasir dövrümüzdə bu xidmətlərə başlanılsa da, əslində bu xidmətin, bu ənənənin kökü qədim tarixə söykənir ki, insanların daim digər insanlara kömək etmək arzusu olur. Bəli, məhz elə yardımsevər xalq olaraq Azərbaycan xalqının tarixində də buna aid nümunələr var və bu bizim xalqa məxsus olan bir şeydir. Əhməd müəllim, bax, Sosial Xidmətlər Agentliyi sırf bu peşə üzrə, bu ixtisas üzrə, bu sosial iş sahəsində sırf olaraq vətəndaşlara hansı xidmətləri göstərir? Sosial Xidmətlər Agentliyi yarandığı vaxtdan etibarən şəhid ailələri ilə, qazilər, müharibə veteranları ilə, habelə övladlığa götürmə sahəsində, himayədar ailə sahəsində, uşaqların dövlət uşaq müəssisələrinin yerləşdirilməsi və uşaqların dövlət uşaq müəssisələrinin yerləşdirilməsinin qarşısının alınması sahəsində fəaliyyət göstərir. Habelə burada qeyd edək, cəzaçəkmə müəssisələrini tərk etmiş şəxslər və yaxud tərk etməyə hazırlaşan şəxslərin sosial adaptasiyasına, onların cəmiyyətə reinteqrasiyasına dəstək tədbirləri həyata keçirilir. Belə ki, cəzaçəkmə müəssisələrini tərk etmiş şəxslərin sosial ehtiyaclarının qiymətləndirilməsi məqsədi ilə agentliyin əməkdaşları müəssisələrə, cəzaçəkmə müəssisəsinə səfər edir, ehtiyacları qiymətləndirilir və tərk eləyənə müddət ərzində onlara əlaqə istiqamətləri verilir ki, ehtiyaclar üzrə hara müraciət edə bilər, habelə agentliyin filiallarına haqqında məlumat verilir ki, onlar da gələcəkdə əlaqə saxlaya bilsinlər. Övladlığa götürmə, himayədar ailə və gatekeeping sahəsində Sosial Xidmətlər Agentliyi sosial işin tam case management sistemini tətbiq eləyir. Belə ki, qiymətləndirmə alətləri və övladlığa götürmə prosesi tam elektronlaşmışdır. Burada qiymətləndirmə mərhələləri var. Habelə övladlığa götürmənin mərhələləri sosial işçilər tərəfindən müşayiət olunur. Və repartirant uşaqlar da Sosial Xidmətlər Agentliyinin fəaliyyət sahəsinə aiddir. Belə ki, ölkəmizə xarici ölkədən gətirilən repartirant uşaqlar Sosial Xidmətlər Agentliyinin xidmətlərinə cəlb edilir, müəssisələrə yerləşdirmə imkanı zamanı müəssisələrə yerləşdirilir, daha sonra ailələrinə yaxın və digər qohumlarına, qəyyumlarına verilir. Habelə biz Ukraynadan gələn müharibədən əziyyət çəkən uşaqları da xidmətə qəbul edirik. Habelə məişət zorakılığı və həssas əhali qrupuna olan məişət zorakılığına məruz qalan və həssas əhali qrupuna aid olan xəstələrin də Sosial Xidmətlər Agentliyində sosial iş prinsiplərinə əsasən xidmətə cəlb edirik. Təşəkkür edirəm. Aygün xanım, əslində Əhməd müəllim dedi ki, bu ənənə formasında olub əslində Azərbaycanda daim və insanların digər ehtiyacı olan insanlara dəstək olmaq üçün müəyyən addımları olub və belə bu baxımdan əgər baxsaq, sosial sahədə, sosial işin tarixi çox qədimlərə söykənir. Bəs müasir dövrümüzdə
Azərbaycanımızda, müasir Azərbaycan Respublikamızda sosial iş ixtisasına maraq kifayət qədərdirmi? Yəni gənclərimiz indi bu ixtisasa yiyələnmək istəyirlərmi, çalışırlarmı, can atırlarmı buna? Sualınız çox maraqlıdır. Əvvəlki dövrlərə nəzər salsaq, indi görərik ki, daha şüurlu şəkildə yanaşırlar seçirlər və daha praktik mövqedədirlər. Əvvəllər sosial iş dedikcə sadəcə ağlımıza gəlirdi ki, insanların, cəmiyyətin ağlına gəlirdi ki, sadəcə xeyriyyəçilik, yardım etmək kimi fikirlər formalaşırdı. Artıq müasir insan başa düşür, müasir cəmiyyət anlayır ki, sosial iş, sosial müdafiə sisteminin vacib peşəkar bir hissəsidir. Bunun da bir neçə səbəbləri var. Birincisi, artıq sosial xidmətlər sistemi daha genişlənir və daha əlçatandır, görünəndir. Dost olsun, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin sosial xidmətləri insanların sosial müdafiə sistemlərinin istiqamətlərini daha rahat əlçatan eləyir. İkincisi də ki, istər ailə məsələləri olsun, sosial adaptasiya, uşaqlar, əlillərlə iş, axıl şəxslərə dəstək məsələləri cəmiyyətin aktual məsələləridir. Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında ayrıca sosial iş ixtisası fəaliyyət göstərir. Bu da həmin sahənin institusional əhəmiyyətini göstərir. Sosial iş həm bakalavr, həm magistraturada tədris olunur. Bu o deməkdir ki, sosial iş təsadüfi deyil. Əlbəttə. Sistemli kadr hazırlığı tələb edən bir peşədir. Təbii ki, bu sahədə yəqin ki, yalnız nəzəri biliklər kifayət deyil. Çünki bu elə sahədir ki, insanlarla iş mütləq praktikada, təcrübədə, sınaqdan keçirilməlidir. Bəs bu baxımdan sizin ali məktəbdə vəziyyət necədir? Yəni, tələbələr yalnız nəzəriyyə ilə bu biliklərə yiyələnirlər, yoxsa təcrübə almaq, təcrübə keçmək imkanları da var? Sosial işin mərkəzində məhz praktika dayanır. Tələbə nəzəriyyəni almalıdır, amma tələbə auditoriyada tam sosial işçi ola bilməz. Bu praktika harda olur? Bu praktika istər dövlət qurumlarında, istər sosial müəssisələrdə, oralara səfərlərlə, qeyri-dövlət qurumlarında, könüllülüklə bu barədə tələbələr gedirlər, müəyyən proseslərdə iştirak edirlər və daha çox özlərinin o təcrübələr bunu göstərir ki, öyrəndikləri nəzəriyyəni praktikada öyrəndikdən sonra, gördükdən sonra daha çox marağı artır. Tələbə auditoriyada eşidir sosial risk anlayışını, çətin ailə şəraitini. Artıq praktikada görür ki, hər ailədə vəziyyət bir cürdür. Birində maddi çətinliyə əsaslı, birinin psixoloji dəstəyə ehtiyacı var, birinin hüquqi yönləndirməyə ehtiyacı var. Bunların hamısı məhz praktikada özünü göstərir. Bəs görəsən, hal-hazırda bu istiqamətdə çalışan əməkdaşlar, Sosial Xidmətlər Agentliyində, digər dövlət qurumlarında, sosial xidmət sahəsində belə deyək, çalışan əməkdaşların işi konkret olaraq nədən ibarətdir? Onlar nə iş görürlər? Sosial işçi anlayışı, belə sosial xidmət haqqında qanunvericilikdə öz əksini tapıb. Orada qeyd olunub ki, sosial işçi sosial xidməti ehtiyacı qiymətləndirən və müəyyənləşdirən, belə sosial xidməti göstərən şəxsdir. Sosial xidmətə şəxsin qəbul edilməsi əsaslarını müəyyən etmək üçün sosial işçi ailəyə səfər edir və yaxud səfər etməzdən əvvəl belə qiymətləndirməni aparır. Bu əsas öhdəliyi sosial işçinin bu prosesdə qiymətləndirmənin təşkilidir. Qiymətləndirmə sosial işçidə müdaxilə planının hazırlanması deməkdir. Yəni o artıq ailəyə səfər etməkdən əvvəl müəyyən araşdırma aparır. Bu müvafiq dövlət qurumları ola bilər, yerli icra orqanları ola bilər. Daha sonra elə qiymətləndirmə ilk ünsiyyət zamanı başlayır. Şəxsin danışıq tərzi, ünsiyyəti, onun evinin ailə maddi məişət şəraiti, yəni bütün bu məsələlər hər bir sosial institutun, hər bir təşkilatın özünü qiymətləndirmə alətinə uyğun olaraq hesablanır. Yəni sosial işçinin bir qiymətləndirmə prosesini, bir iş öhdəliyini başlaması üçün ona mütləq qiymətləndirmə aləti lazımdır. Buna da biz müasir sosial işdə case management aləti deyirik və hazırda Sosial Xidmətlər Agentliyi tərəfindən elektron case management sistemi tətbiq olunur. Bu da o deməkdir ki, sosial xidmətlərin göstərilməsində, sosial işçilərin yanaşmasında müasir yanaşma üsulları tətbiq olunur. Əsas xüsusiyyətləri nədən ibarət? Bax, bu müasir yanaşmanın, bu case managementin əsas xüsusiyyətləri sadə dillə bizim tamaşaçılarımıza izah edək bunu. Əsas xüsusiyyətlər ondan ibarətdir ki, şəxsin ehtiyaclarını qiymətləndirmək, resurslarını qiymətləndirmək,
gözləntilərini qeyd eləmək. Yəni burada bayaqlar Aygun xanım da qeyd elədi. Yəni şəxsin gözləntilərini mütləq qeyd eləmək lazımdır və bu qarşılıqlı şəkildə baş verməlidir. Və müdaxilə planını artıq inkişaf planını, növbəti tədbirləri benefisiarla, vətəndaşla razılaşdırmalısan. Və sosial işçi ailəyə səfər edərkən, ünsiyyət qurarkən, münasibət qurarkən, ehtiyacları qiymətləndirərkən, vətəndaşı dinləyərkən artıq orada öz növbəti addımlarını da planlamalıdır. Bu artıq belə deyək də qanunvericilik əsasında var bu tədbirlərin. Ailə Məcəlləsində müvafiq dəyişikliklər olubdur. Müvafiq digər qanunvericilik aktlarında var ki, artıq misal üçün uşaq evlərinə düşən uşaqların fərdi inkişaf planı hazırlanmalıdır. Qiymətləndirmə keçirildi. Sosial xidmət müəssisəsinin yerləşdirməzdən əvvəl. Daha sonra fərdi inkişaf planı hazırlanır. Yəni sosial işçi qiymətləndirməni keçirir, ehtiyacları müəyyən eləyir, gözləntiləri qeyd eləyir və bu ehtiyaclara uyğun belə deyək də resurslara yönəlik həll yolu tapır. Və bu da inkişaf planıdır. Daha sonra o həmin inkişaf planında müddət olmalıdır. Yəni bu ölçülə bilən, real rejimdə aparılmalıdır ki, yəni hər bir tədbirin, hər bir planın vaxtı olmalıdır. Və buna uyğun olaraq növbəti dəfə öz fərdi inkişaf planı monitorinq olunur. Bu case menecer tərəfindən də monitorinq oluna bilər. Multidisiplinar komandada digər əməkdaş tərəfindən və yaxud ümumilikdə menecer tərəfindən, idarəçi tərəfindən də onun addımları monitorinq olunur və növbəti planlar, həmin o monitorinq planından sonra, qiymətləndirmə monitorinqindən sonra da növbəti planlar tərtib oluna bilər. Əhməd müəllim, Aygun xanım məlumat verdi, bu sahədə peşəkar kadrların hazırlanması haqqında danışdı. Amma yəqin ki, müasir dövrümüzdə xüsusən də kadrlar yalnız ali təhsil məktəbində, ali təhsil ocağında öyrənmirlər nə isə. Elə bir zəmanədir ki, dövrün tələbi budur ki, daim öyrənmək, təkmilləşməyə davam etsin. Bu baxımdan, bax, Sosial Xidmətlər Agentliyində bu ixtisas üzrə çalışan, bu sahədə çalışan insanların peşəkar inkişafı hansı vəziyyətdədir? Nə işlər görülür onların daha da təkmilləşməsi üçün? Sosial Xidmətlər Agentliyi yarandığı gündən etibarən sosial iş sahəsində ümumiyyətlə töhfə verib. Və bu həm sosial işçilərə, orada fəaliyyət göstərən işçilərə, əməkdaşlara töhfədən ibarətdir, həm də xidmət göstərdiyimiz vətəndaşlara töhfədən ibarətdir. Daha keyfiyyətli, daha yaxşı, indikatorla ölçülə bilən xidmətlərin göstərilməsi üçün sözsüz olaraq daha bacarıqlı, daha təcrübəli bizim sosial işçilərə ehtiyacımız var. Bunun üçün də elə agentliyin yarandığı ilk günlərdən beynəlxalq təcrübənin öyrənməsi məqsədilə müxtəlif ölkələrə səfərlər olub. Burada Böyük Britaniya, Xorvatiya, Bolqarıstan, ha belə bizə daha yaxın həm dəyərləri olan, həm quruluş baxımından daha yaxın olan Türkiyə Respublikası səfər olunub və biz o təcrübələr nəticəsində öz milli əsaslara uyğun olaraq qiymətlənmə alətlərinə müəyyən müddət ərzində düzəlişlər etdik. Və bu qeyd elədiyimiz, bayaqlar qeyd elədiyimiz case management alətləri yəni işləyən bir prinsip üzərində işləyir, onların aprobasiyası həyata keçirildi və müəyyən müddət keçdikcə daimi dəyişikliklər olur. Ha belə sosial işçilərə bu imkan yaradılır ki, onlar müəyyən müddət ərzində, yəni əməkdaşlıq zamanı təcrübə ilə başlayırlar, ailələrə səfərlə başlayırlar və digər təcrübəli işçilərin, əməkdaşların yanında ailələrə səfər eləyirlər. Çünki həssas əhali qrupundan işləmək həqiqətən məsuliyyət tələb eləyir, ciddiyyət tələb eləyir və sosial işdə etik prinsiplərin ciddi şəkildə gözlənilməsini tələb eləyir. Bunun üçün də davamlı olaraq agentlik tərəfindən keyfiyyət qiymətləndirməsi həyata keçirilir və bu qiymətləndirmə zamanı meydana çıxan çətinliklərə uyğun olaraq yönləndirmə həyata keçirilir, yenidən təlimlər həyata keçirilir. Daha təcrübəli işçilər tərəfindən, belə deyək, daha təcrübəli işçilər tərəfindən yenidən növbəti həm digər qeyri-hökumət təşkilatları
ilə əməkdaşlıq çərçivəsində bu baş verir. Beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində baş verir ki, hazırda bizim sosial xidmətlər sahəsində göstərilən sosial iş prinsipləri beynəlxalq trendlərdən geri qalmır. Çox gözəl. Mən əminəm ki, əslində Əmək və Sosial Münasibətlər Akademiyasında da bu beynəlxalq trendlərdən geri qalma yoxdur. Və sualım əslində bununla bağlıdır, Aygün xanım. Təhsil prosesində biz nəzəri biliklər deyirik ki, vacibdir əslində, bu da çox vacibdir. Bu nəzəri biliklərin belə deyək, spesifikası nəzərdən keçirilir yəqin ki, vaxtaşırı, müasir trendlərə, müasir dövrə uyğun olaraq və bu sahədə oxuyan gənclər daha çox hansı istiqamətlər üzrə yönləndirilir, daha çox hansı istiqamətlər üzrə ixtisaslaşır? Sosial iş ixtisasında ixtisaslaşma çox genişdir. Bu da həmin peşənin üstünlüklərindən biridir. Tələbələr daha çox uşaqlarla, ailələrlə sosial iş, əlillərə dəstək mexanizmləri, ahıl şəxslərdən iş, təhsil müəssisələrində sosial dəstək, icma inkişafı, qeyri-hökumət təşkilatlarında fəaliyyətlə bağlı istiqamətlərdə ixtisaslaşırlar. Bunların heç biri təsadüfi deyil. Çünki müasir Azərbaycanda sosial xidmətlərin elə bir forması var ki, sosial xidmətlərdə tənha ahıllar, müdafiəyə ehtiyacı olan uşaqlar, sosial risk qrupunda olan şəxslər mövcuddur və sosial iş təhsili alan gənclər artıq başa düşür ki, real əmək bazarında mövcud olan problemə qarşı istiqamətləşməlidir, o istiqamətdə öz dəstəyini göstərməlidir. Mən həmişə tələbələrə bunu da qeyd edirəm ki, siz ixtisaslaşma apararkən mən harda iş taparam sualına yox, mən hansı qrup insana daha çox faydalı ola bilərəm? Bu suala cavab axtarın və bu sualı verin. Çünki sosial iş elə bir ixtisasdır ki, orada uğur sadəcə biliklə yox, daxili motivasiya ilə, sosial məsuliyyətlə daha çox önə çarpır, öndə olur. Aygün xanım, çox düzgün vurğuladınız və müasir Azərbaycan ifadəsini işlətdiniz. Mənə çox maraqlıdır ki, görəsən beynəlxalq təcrübə ilə müqayisədə bu sahədə Azərbaycanda təhsillə, Azərbaycanda verilən biliklərlə hər hansı bir fərq varmı? Hansı xüsusiyyətləri seçilir Azərbaycandakı bu sahədə, bu ixtisasların təhsil edilməsində, tədris edilməsində? Beynəlxalq təcrübə ilə müqayisədə Azərbaycanda sosial iş, təhsil və institutlaşma mərhələsindədir. Bu nə deməkdir? Artıq bir çox qərb ölkələrində sosial iş çox uzun illərdir inkişaf edir. Belə ki, orada lisenziyalaşdırma, superviziya, daha sonra olsun geniş praktik baza bilikləri, ixtisaslaşmış magistr proqramları mövcuddur. Azərbaycanda gənc sahədir, amma son illər inkişaf onu göstərir ki, sosial iş yetərincə inkişaf edir, inkişafa meyillidir. Bunu tarixlə də təsdiqləmək olar. 2013-cü ildə deməli beynəlxalq materiallarda qeyd olunur ki, Azərbaycanda sosial iş gənc sahədir. Lakin ilk peşəkar sosial işçilərin olması və sosial xidmətlərin təsis edilməsi bu sahənin çox yüksək inkişafına gətirib çıxaracaq. Eyni zamanda bugünə nəzər salsaq, görərik ki, universitetlərdə artıq sosial iş tədris olunur, artıq sosial xidmətlər insanlara əl çatandır, sosial xidmətlər haqqında qanun var və bunların hamısı, həmin qanunların institusional tətbiqi göstərir ki, bu sahənin hüquqi əsasları güclənir. Artıq növbəti mərhələ mənim fikrimcə keyfiyyət mərhələsidir. Bu zaman biz daha çox tədqiqatlar, daha çox praktika, superviziya, yerli dərsliklər və sosial işlərin daha da peşəkarlaşması istiqamətində addımlar atmalıyıq. Çox yaxşı və bu sahədə, bu ixtisasda təhsil olan gənclər sonradan artıq müəyyən həmçinin dövlət qurumlarından da üst tuturlar və ola bilər ki, Sosial Xidmətlər Agentliyində və mənə çox maraqlı deyil. Bax, Sosial Xidmətlər Agentliyində bu ixtisas üzrə, sosial işçilərin seçilməsi üzrə hansı meyarlar mövcuddur? Hansı meyarlara uyğun olaraq seçilir bu işçilər? Sosial Xidmətlər Agentliyinə yəni işə qəbul zamanı bu meyarlar vəzifəyə görə fərqli ola bilər. Mütəxəssis məsləhətçi, sosial işçi işə qəbul olunarkən yəni ciddi təcrübənin olmasına zərurət yoxdur. Amma yəni indiki müasir dövrdə sosial işçilər müəyyən qeyri-hökumət təşkilatlarında, müəyyən layihələrdə
təcrübə yığa bilirlər və bunlar da Biz rəhbər vəzifəyə seçimlərlə bizim işimiz yoxdur. Bəli, Biz onlar- bax, onu tələbə ali məktəb bitirdi və gəldi öz sənədlərini təqdim edir Sosial Xidmətlər Agentliyinə və ora işə düzəlmək istəyir. Sosial işçi kimi. Mən də onu qeyd edirəm Şahin müəllim. Yəni bu sosial məsləhətçi, mütəxəssis sosial işçi, yəni fəaliyyətə gələrkən işə qəbul zamanı müxtəlif ciddi təcrübəyə ehtiyac yoxdur. Amma aydın. hazırda yəni müəyyən layihələr var. Tələbələr şəxsi layihələrini həyata keçirə bilirlər. Bayaqları qeyd elədiyimiz kimi xeyriyyətçiliklə də məşğul ola bilirlər. Yəni bu qeyri-peşəkar Könüllülük səviyyədə fəaliyyəti bəli yəqin ki, olsa bu da da, kriter ola bilər. bəli, könüllülük fəaliyyəti var. Bunun üçün bizim nazirliyin də yaxşı imkanları var. Bəli, Yəni bəli. bu məsələlər şəxsin belə deyək də, yəni mövcud vakansiyaya uyğunluğu, onun marağından əlavə şəxsin belə Şəxsi cəmiyyətin keyfiyyətlərinə uyğun olaraq nə dərəcədə uyğun gəlir? cəmiyyətin aktiv üzvü hesab eləməsi də vacibdir. Yəni bu sosial iş o deməkdir ki, mən olaraq bu cəmiyyətdə kömək eləmək istəyirəm və bu mənim ürəyimdən gəlir. Bu mənim vəzifəmlə bağlı deyil. Bu mən buranı bitirmişəm, ixtisasım budur deyə deyil. Yəni mənim balım buna uyğun gəlib deyə deyil. Bu mənim Əksinə, bu sahəyə marağım olub deyə bu ixtisası bitirmişəm. Seçmişəm və mən yəni bu istəyi olmayan şəxs sosial işdə uğur qazana bilmir. Bu da yəqin ki, müəyyən suallarla, müəyyən psixoloji yanaşmalarla aydın olur. Elə Sosial Xidmətlər Agentliyində işə qəbul komissiyası ilə məşğul olan şəxslər də özləri sosial işçilərdir və nəzəri biliklər, öz təcrübəsinə uyğun olan biliklər, istəkləri, marağı, səriştəlilik, ha belə etik prinsiplər var ki, sosial işdə bunları qeyd etmək lazımdır ki, sosial ədalətlilik, konfidensiallıq, səriştəlilik, sosial məsələlərlə bağlı qiymətləndirmə bacarığının olması, şəxsi keyfiyyətlər, yəni şəxsi keyfiyyətlər olduqca vacibdir, çünki ünsiyyət qabiliyyəti burada özünü göstərir. Yəni bunların müəyyən metodikalarla həm nəzəri suallar, həm təcrübi suallar, şəxsi keyfiyyətlər ölçülərək bir yəni komissiya şəklində qiymətləndirmə aparılır və nəticəyə gəlinir və belə burada sosial işə qəbul olunan şəxsin şəxsi motivasiyası çox önəmlidir və bu da nəzərə alınır. Və sizin dediklərinizi bir qədər də yekunlaşdıraraq belə deyək ki, bu sahədə işləmək üçün yalnız biliklər, həmçinin Əmək və Sosial Münasibətlər Akademiyasında alınan biliklər, hətta o akademiyanı əla qiymətlərlə bitirmək belə kifayət deyil. Şəxsi keyfiyyətlər olduqca vacibdir. Çünki çox önəmlidir biz həssas əhali qrupundan işləyirik. Burada konfidensiallıq şərtdir. Ayrı-seçkiliyə yol verməmək şərtdir. Yəni sosial işin etik prinsiplərini gözləmək şərtdir və bunlar haqqında məlumatlı olmaq, yəni ciddi şərtdir ki, biz də bunları gözləyirik. Amma müasir dövrümüzdə yəqin ki, sürətlə dəyişən müasir dövrümüzdə yəqin ki, bütün sahələrdə olduğu kimi bu sahələrdə də artıq yeni yanaşmalara ehtiyac var. Bəlkə də yeni texnologiyalara, yeni innovasiyaların tətbiqinə. Bu baxımdan vəziyyət necədir? Onu qeyd eləyək ki, sosial iş həmişə belə də sosial iş və sistem yanaşması, sosial iş mühitdə insan nəzəriyyəsindən bağlı inkişaf eləyibdir və hazırda müasir dövrümüzdə sosial işin mərkəzində benefisiar dayanır. Yəni xidmət göstərəcəyimiz şəxs dayanır və bizim bütün xidmətlər ona uyğun hesablanmalıdır. Və elə bir adi bir misal deyim, Sosial Xidmətlər Agentliyində sosial xidmət müəssisələri tabeliyində olan sosial xidmət müəssisələrində artıq reabilitasiya yönümlü xidmətlər həyata keçirilir. Yəni sosial işdə artıq qayğıdan artıq biz keçirik reabilitasiya yönümlü xidmətlərə. Bunun özü də inkişaf deməkdir. Bunu da bir izah edək tamaşaçılarımız üçün. Yəni bir şəxsi xidmətə götürərkən onun müəyyən ehtiyacları var. Bu fiziki ehtiyacları ola bilər. Bu müəyyən bir sənətləşmə ehtiyacları ola bilər, yönləndirmə ola bilər, psixoloji ehtiyacları ola bilər. Amma reabilitasiya tədbirləri şəxsin cəmiyyətə yenidən qayıtmasını
istəyir və yaxud adaptasiya deyərkən onun cəmiyyətə uyğunlaşmasını gözləyir. Reinteqrasiya deyərkən yenidən cəmiyyətə və yaxud əvvəlki qayıtdığı mühitə yenidən uyğunlaşmasını nəzərdə tutur. Yəni bu sosial işlər şəxsin ən yaxın adamı kimi belə deyək. Şəxsin bu həyatda ona bir dəstək olan bir insan kimi. Belə, biz sosial işçilər sistem yanaşması tətbiq edilir. Burada onun ətrafı tam qiymətləndirilir və ya qiymətləndirmə zamanı onun ekoloji mühiti qiymətləndirir, əlaqələri qiymətləndirir və şəxs artıq öz problemini özü həll etmək qabiliyyətinə formalaşmalıdır ki, və sosial işçi onu artıq yəni xidmətdən ayırsın ki, və bu əlaqə daim qalır və qala bilər və bizim agentliyin sosial işçiləri bu əlaqəni daim gözləyirlər. Amma nəticədə şəxs öz problemlərini özü həll etmək qabiliyyətini, bacarığını əldə etməlidir. Bunun üçün də yəni müasir yanaşma ondan ibarətdir ki, artıq yəni kompleks tədbirlər həyata görməlisən, reabilitasiya yönümlü, reinteqrasiya yönümlü, adaptasiya yönümlü tədbirlər həyata keçirməlisən. Aygün xanım, artıq verilişimizin sonuna yaxınlaşırıq, amma istədim bu sualda mütləq sizə verim. Sosial iş ixtisasını seçmək istəyən gənclərə nə tövsiyə edərdiniz? Yəqin ki, bizim tamaşaçılarımızın arasında belə gənclər var. Bax, nə üçün maraqlıdır bu iş və nə tövsiyə etmək olar onlara? Çox yaxşı sualdır. Sosial iş ixtisasını seçmək istəyən tələbələrə, şəxslərə İlk tövsiyəm budur ki, əgər yalnız diplom almaq üçün müraciət edirsinizsə, seçirsinizsə, o zaman seçməyin. Çünki sosial iş insanla işləməyi, cəmiyyətə fayda verməyi, çətin həyat şəraitində olan şəxslərə kömək göstərməyi seçən, sevən çox məsuliyyətli bir peşədir. Əgər düşünürsünüz ki, hər hansı bir şəxs, mən insanları dinləyə bilirəm, mənim ədalət hissim güclüdür, mən cəmiyyətdə baş verən proseslərə yalnız tənqidi yanaşmaq yox da, eyni zamanda həmin problemlərin həllində iştirak etmək istəyirəmsə, bəli, bu zaman bu seçim sizin üçün uğurlu ola bilər. Amma bu da kifayət deyil. Məncə, buna görə həmkarım da məndən razılaşar. Daha çox oxumaq, sosial xidmət sahəsini öyrənmək, rəqəmsal bacarıqları inkişaf etdirmək və praktik yönümlü tədbirlərdə iştirak etmək vacibdir. Təşəkkür edirəm və sizə də sonunda bir sualım var, Əhməd müəllim. Sosial işin inkişafı üçün gələcəkdə hansı addımlar planlaşdırılır? Sosial işin inkişafı ilə bağlı onu deyək ki, hazırda sosial xidmət müəssisələrinin ilə transformasiyasını biz nəzərdə tutaq. Yəni qayğı növlü xidmətdən reabilitasiya yönümlü xidmətlərə keçid, artıq bu sosial xidmət müəssisələrinə sosial işçilər işə cəlb olunub və daim yeniliklərin tətbiq olunması, belə ki, elektron kes menecment alətlərinin tətbiqi, yəni bunu da bir qədər belə izah edeyim ki, sosial işçi səfər eləyir, qiymətləndirmə aparır, bu sənədləri sistemə yerləşdirir və bir mexanizm müəyyən eləyir ki, o hansı xidmətə uyğundur. Burada bal sistemi var, burada xal sistemi var, ha belə bu sənədlərin, yəni qiymətləndirmə sənədlərini artıq digər case menecerlər də baxa bilir. Və case management alətlərinin üzərində işləmək, reabilitasiya yönümləri, tədbirləri artırmaq, sosial işçilərin peşəkarlığını artırmaq, beynəlxalq təcrübəyə əsaslanmaq kimi bizim gələcəkdə məqsədlərimiz var. Ha belə xidmətin keyfiyyətini yüksəltmək kimi məqsədlər qarşımıza qoyulmuşdur. Təşəkkür edirəm hər ikinizə. Çox sağ olun ki, bizə vaxt ayırdınız və bu vacib mövzu ətrafında öz dəyərli fikirlərinizi tamaşaçılarımızla bölüşdünüz. Mən bugünkü qonaqlarımızı bir daha təqdim etmək istəyirəm. Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının müəllimi Aygün Bağırzadə və Sosial Xidmətlər Agentliyinin Departament Müdirinin müavini Əhməd Mansurov bizim suallarımızı cavablandırdılar və müzakirəmiz isə burada yekunlaşır. Sağ olun, sağlıqla qalın.